Ee, Üzülerek söylüyorum. Milletimizin iradesini gasp etmeye çalışan bir avuç akıl, benim sevgili polislerimi, bu ülkenin emniyet güçlerini bu kötülüğe alet ederek evin 16 milyon İstanbullunun konutunun kapısına yığmıştır. Yüzlerce polis yığmıştır. Büyük bir zorbalıkla karşı karşıyayız ama yılmayacağımı bilmenizi istiyorum. Hepinizi çok seviyorum. Ben kendimi milletime emanet ediyorum. Dimdik ayakta olacağımı bütün milletim bilsin. Kanunlarımızın sınırını açmıştır. Kendisi güvenmeyiz. Doğru. Doğru istiklalesiz. Anlamak istiklalesidir. Basının kutladı. Salam əziz və hörmətli bacı və qardaşlarımız, xoş gördük sizləri. Bəli, bu günlərdə gördüyünüz kimi Türkiyə, qonşu Türkiyədə xaosdan və qarışıqlıqdan öz payını aldı. Əlbəttə bu gözlənilən idi. Biz izləyənlər bilir ki, biz bir neçə ildir və son proqramlarda, məxsusən Suriyanın ikinci bu hadisələrindən, son hadisələrdən bu tərəfə çox təkid edirdik və buna təkid edirdik ki, Türkiyə mütləq şəkildə qarışmalıdır. Əlbəttə, öz metodikamıza uyğun olaraq elmin mənbəyi olan Peyğəmbərin Əhl-i Beytindən gələn bəzi rivayətlər əsasında və cərəyanşünaslıq, dünəndən bu günə uzanan tarixlər və düşmənşünaslıq əsasında verdiyimiz və verəcəyimiz söz verdiyimiz kimi Türk fitnəsi təhlillərindən bağımsız, ayrı olaraq onları qoyuruq kənara. Gedən proseslər və yenə də düşmənşünaslıq əsasında və Türkiyə hökuməti, Erdoğanın diktatura hökumətinin apardığı siyasətlər əsasında biz bunu dəfələrlə təhlil etmişdik və son dönəmlərdə çox təkid edirdik ki, Türkiyədə qarışacaq. Dediyimiz kimi səbəblərindən biri təhlillərimizdə qeyd etmişdik ki, bəli, Türkiyənin bir əldə iki qarpız tutmaq siyasəti, qeyri-müstəqil siyasəti, belə deyək, hər kəsdən asılı ola biləcək siyasəti. Bu, yaradılış aləminin fəlsəfəsi də əzizlər, eyni reallıqdır. İmam Həsən əleyhissalam buyurur ki, hər kəs Allahdan qorxsa, Allah hər şeyi ona xazı elətdirər, hər şeyi ondan qorxudar. Yəni, hər şey onun əmrinin altında olar, Allaha bəndə olsa. Yəni, hər kəsin istəyir fərdi, istəyir ictimai şəkildə düzəni, siyasi, ictimai, elmi, sistemi, ilahi prinsiplər əsasında olsa, tək Allahlılıq əsasında olsa, hər şey onun qarşısında gec ya tez diz çökəcək. Mümkündür mübarizədə bəzilərinin, bəzi hətta dostların bəsirətsizliyi səbəbindən haqq cəbhəsində qərar tutasan və zərbə yiyəsən. Amma qələbə mütləq sənindir. Nəsrun minəllah və fəthun qərib. Bir bu səbəbdən demişdik ki, Türkiyə qarışacaq. Bir, Suriya hadisələri başlayanda yadınızdadısa, təhlil verdik və səhv eləmirəmsə bağlanan kanalımızda idi. Bu kanalımızda da toxunduq. Dedik ki, Türkiyə bugünkü iqtisadi və sosial vəziyyətini nəzərə alsaq və daxili siyasi və hətta etnik baxımından, bəzən də məzhəbi və dini baxımdan partlamaya yüksək potensialı olan Türkiyənin bugünkü vəziyyətində ən azı dünya və hesablayıcı ağılla
sərf eləmirdi Erdoğan hökumətinə ki, Suriyada quyruq bulasın və düşmən artırsın. Və bir çıxışımız var idi, əzizlər bilər, Türkiyə və İsrail rejimi Suriyada qəbrini daha da dərinləşdirdi. Bugün bu açıq-aşkar bir fakt olaraq görünür. Əlbəttə, gələn proqramlarımızda bir Yahudi xaxamın və siyasət adamı idi, səhv eləmirəmsə, bir tərəfdən də Belçikada. Yeni dünya düzəni barəsində fikrindən danışacağıq və öz düşmən cəbhəsinə, özlərinə evangelizmə xəbərdarlıq eləyir. Yəni, belə deyək, nigarançılığı var, qayğısı var. Amma müəyyən qədər doğru sözlər də var yeni dünya düzəni barəsində. O barədə də danışacağıq, onda da Türkiyə məsələsinə toxunacağıq. Bir, Suriyada qəbrini dərinləşdirdi, siyasi, iqtisadi, sosial baxımdan vəziyyəti onsuz da ağır olan Türkiyə. Bir də demişdik ki, ona görə Türkiyədə bu hadisələr gözlənilir ki, bütün bu saydığım faktorları və saymadığım, əvvəlki çıxışlarda qeyd etdiyim və burada saymadığım faktorları əhatə eləyən və bundan əlavə çıxacaq amilləri də əhatə edən fiziki bu faktorların ötəsində olan və həqiqəti olan metafiziki və mənəvi faktorlar, ilahi sünnət faktorları, məzlumun qanı faktoru. Hələ Türkiyədə yaranan bu qarışıq vəziyyət yaxşı günləridir. Bu vəziyyət barəsində mən hələ ki detalları ilə təhlil verməyi və analiz etməyi məsləhət bilmirəm. Nə özümə, nə də sizə. Bəli, ümumi şəkildə, ümumi mənzərəyə baxsaq, müəyyən bir neçə kəlmə deyə bilər ki, qeyd edəcəyik inşallah xidmət üzə. Amma sanki çal meyvədə hələ bundan sonra Türkiyəni günlər gözləyir. Türkiyənin hələ yaxşı günləridir. Və inşallah ki, Türkiyədə olan qeyrətli bacı qardaşlarımızdan inşallah diqqətli olmağı da xahiş edirik, bəsirətli olmaq və Əhl-i Beyt və Peyğəmbərin və Qur'anın göstərişləri ilə rəftar etmək lazımdır və inşallah ki, Türkiyə xalqından bu bəlanı Allah qeyrətli xalqından əlbəttə dəf edər. Amma o kütlə ki, Erdoğan və Amerika oyununa gəlib, onlar mütləq bu hadisələrdə öz payını almalıdır. Amma qısaca bir neçə ümumi şəkildə qeyd etdiyimiz kimi toxunmaq istəsək, əzizlər, mən dünən bugün bu hadisə baş verəndən ki, bilirsiniz, Telegram kanalımızda da xəbərləri yerləşdirdik. Həmişə olduğu kimi kanalımızın da linki proqramımızın adlıq bölməsi, başlıq bölməsinin üzərinə vursaz, abunə ola bilərsiniz. Bu hadisələr başlayandan üzü bu tərəfə mən bir çox xəbərlərə və analizlərə baxdım. Əvvəlcə bu hadisə barəsində qısa bir neçə kəlmə demədən öncə baxdığım bu analizlər və xəbərlər barəsində qısa fikrimizi bildirək. Ümumi şəkildə istəyir analizlər və ya xəbərləri nəzərə alsaq, hər kəs özünə xeyir verəcək şəkildə, yəni bulanmış sudan öz balığını tutmaq istəyən, hər kəs öz canını qurtarmaq istəyən vəziyyətdədir. Biz dəfələrlə deyirdik ya, zalim Erdoğan hökuməti, bu qədər nifaq eləyirsən, Amerika və İsrail üçün quyruq bulayırsan, bunun ahı səni tutacaq. Həm sadaladığımız faktorlar, dünyəvi hesablama baxımından, həm də bunları əhatə edən sünnə baxımından, ilahi sünnə ki, tuturdu. Hər kəs öz balığını tutmaq istəyir. Erdoğana bağlı medialar Əkrəm İmamoğlunu günahkar göstərmək istəyir. Nə bilim, diplomunu şübhə altına salır. Və bilirsiniz də İmamoğlunun həbsində Erdoğan hökumətinin gətirdiyi argumentlər, bəhanələr, tenderlər məsələsidir, nə bilim, korrupsiyalar məsələsidir və bir neçə və onun kimi digərlərini də ki, 100 neçə nəfəri həbs edib, generallar da olmalıdır içində. Biraz darbəyə oxşarlığı var 2016 darbəsində. O zaman Qasım Süleymani və İrana sığındı. Bəzi mənbələrin xəbərlərinə əsasən ki, mötəbərdir və biz sizə danışmışıq bu barədə. Bu dəfə çox
ortada qalmışam mən ki, İran ortaya girər ya yox bu məsələdə. Fikir eləmirəm çox İran bu dəfə qarışsın. Necə ki, İran İslam Respublikası Suriyadan əlini çəkdi. Hizbullah Lübnana, Livan satqın hökumətinə göstərmək üçün siyonistlərin türkülüyünü çəkildi dala. Yəni müqavimət cəbhəsi və mərkəzli olan İran bir sıra yerlərdən əlini çəkdi, xaraba qalıb. Aləm dəyib bir-birinə. Türkiyədə də əlini qoymasa nə olacaq bilmirəm. Çünki hətta Rusiyanın öz maraqları da var Türkiyədə, bu təbiidir. Bəzi maraqları. Hər halda xəbərlər və analizlərə baxsan, Ərdoğanın mediaları bir cür deyir. Müxalifət mediaları öz xəbərlərini deyir. Qərb bir cür xəbərlər deyir hərəsi. Və maraqlı olan Azərbaycanda olan siyonist yönümlü hökumətə bağlı olan siyonist medialar, məxsusən dırnaqarası Azad adıyla fəaliyyət göstərən Telegramda və hətta YouTube'da və televiziyada. Bunlar bəziləri gah nala vurur, gah mıxa, qalıblar ortada. Görürsən Ərdoğan bu səfər gedəcək, qalacaq. Amma bəziləri maraqlı bir fakt var ki, Ərdoğanı müdafiə edir filan. Amma daha maraqlı bir fakt budur ki, əzizlər, heç bir mediamızda mən görməmişəm ki, Türkiyə dağılacaq filan. Nə darbədə bu deyildi, nə necə deyirlər, bu hadisələrdə deyilir. Əlbəttə, siyonist yönümlü medialar Davud proyektini həyata keçirmək yolunda biraz açıq qapı görsə və Türkiyənin bu hadisələrindən daha böyük bəhrə götürmək istəsə ki, mən qailəm burada kəşfiyyat orqanlarının əli var. Məxsusən Amerika və siyonizmin nökərçiliyin nəticəsidir Ərdoğan hökuməti üçün. Ola bilər Azərbaycandakı siyonist hökumət strukturalarına və bir dəfə kodunu verdiyim 2 dənə böyük klana bağlı olan medialar və qurumlar, trollar Ərdoğanı pisliyə edə bilərlər. Mümkündür sabah İlham Əliyev də çıxsın, desin ki, Ərdoğan kafirdir, Allah lənət eləsin. Bunu da baxır siyonistin bunları yönləndirməsinə. Hər halda demirlər ki, Türkiyə dağılacaq. Türkiyə də qardaş ölkədir, müsəlman ölkədir. Amma İranda 2 il, 3 il bundan öncə baş verən Məhsa Əmini fitnəsində bütün top tüfənglərini götürmüşdülər, ümidlərin. Amma elə qərbdən maliyyələşən, siyonizmdən maliyyələşən bu corbacorların özləri corbacor olurlar. İslam inqilabı daha da çiçəklənir. Hadisələrə baxış məsələsinə gəlincə isə qısa, mən dedim bayaq. Çaldı hələ hadisələr. Hələ çaldı, görək inkişafını gərək izləyək, amma hələ soyuyan hadisələrə oxşamır. Məxsusən də indi qeyd edəcəyimiz faktlar, Kürt faktoru məsələsi. Deməli, dediyim kimi bir sıra analizlərə də baxdım. Azərbaycanlı bəzi ekspertlərin də analizlərinə baxdım. Onlar özlərinə sərf eləyən analizlərində, xəbərlərində olduğu kimi analizlərində də özlərinə sərf eləyən, kimi qaralamaq istəyirlərsə bu hadisədən, bəziləri hətta utanmadan xəbərlərdə və analizlərdə İsrail və İranın birgə əlinin olduğu, Türkiyə mediasında da var idi bu Ərdoğana bağlı mediada. Bu bədbəxtin oğlu başa düşmür ki, mən pak bir İslam müqavimətinin mərkəzinə, azadlıq sevər insanların tənha harayına, mən əhl-i sünnə iddiası elədiyim halda vəhşi siyonistin ayaqları altında qalan sünnə Fələstin qardaşlara kömək edən yeganə pak müqavimət və müqavimət mərkəzliyi İran İslam Respublikasına qarşı buynuz çıxardıb iftira atdıqca mənim günüm qara olur. Həm ilahi sünnəyə əsasən, həm bədəx sadaladığım faktorlar ki, bu da ilahi sünnədən kənar deyil. Bu bədbəxtin oğlu bunu başa düşmür. Allahın sünnəsinin biri də budur ki, Ərdoğan kimi axmaqlar, münafiqlər, cahillər axmaq olur. Hesablaya da bilmir.
Bəli, Maksim Şevçenkodan tutmuş bir sıra xəbərlər, analizlərə baxdım. Maksim Şevçenko özü də özünə uyğun analiz edir. Putinin rəqibinin tutulmasının, İmamoğlu'nun həbsinin, Putinin rəqibinin həbsinə olan oxşarlığından danışır, deyir, bəzilər belə deyir, amma belə deyil. Xardarkovdur kimdir, onun ki bir neçə il bundan qabaq, Rusiyada illər bundan qabaq Putinin hakimiyyətə gələn dövründəki hadisəsinə oxşadır İmamoğlu'nun hadisəsini. Dediyim kimi, Azərbaycanlı bəzi ekspertlər özlərinə uyğun və hələ ki pan-türkçülük xətt üstündə təhlil edirlər. Amma çıxışın əvvəlində qeyd etdiyim və əvvəllərdən təkrarladığım, yəni keçən illərdən söz verdiyimiz təhlillər üzərində çıxışın əvvəlində təkrarladığım bir məsələni mən istəyirəm qaytaram. Ümumi şəkildə bu hadisələr, bəli, CHP məsələsi var, CHP'nin iddiası var, Əkrəm İmamoğlu'nun iddiası var, Erdoğan hökumətinə qarşı. Bunlar hamısı müəyyən qədər həqiqətlər var bunun içərisində. Erdoğan hökumətinin diktator, Azərbaycanda da məlum sistemdir, diktator sistemi. Bunlar məlumdur. Erdoğan özünə rəqib istəmir, bu da məlumdur. Amma burada iki məsələ var. Daxili və xarici siyasət baxımından. Biz bayaq nə dedik? Faktorları sayanda ilahi sünnətin əhatə elədiyi dünyəvi faktorlardan biri də dedik, demişdik ki, Suriyada Erdoğan qəbrini qazdı. Səbəblərdən biri nə idi? Orada da qeyd etmişdik. Həm Erdoğan hökumətinin gücsüzlüyü, həm Amerikanın Suriyanın şimalında, şimal-şərqində olan Kürdlər vasitəsilə Erdoğanı da zaman-zaman rəqsə məcbur eləməsi faktoru. Kolbani sistemi. İndi Erdoğanın xarici faktorlardan biri ən azı, bax bu Amerikanın Suriyanın şimalındakı Kürdlər vasitəsilə də Erdoğana təzyiq gətirmə faktorudur. Ki, necə ki, bu Kolbani Kürdləri Erdoğana xəbərdarlıq göndəriblər, məxsusən də bu qarışıqlıq vəziyyətində bu dəqiqə onlar üçün fürsətdir. Ki, əskərləri çəkməsən, vəziyyətin yaxşı olmayacaq, Türkiyədə terrorlar baş verəcək, atəşfişanlıqlar olacaq. Bir bu baxımdan baxsaq, bir də daxili siyasətdə biz nə demişdik? Diktator rejimlər, istəyir Azərbaycanda olsun, istəyir Türkiyədə olsun, istəyir və digər bəzi ərəb ölkələrində olsun, ailə və diktator rejimləri kürsüsündən çox qorxur. Onlar 50 il, 60 il, məsələn 500 il ömür eləyə, 300 il taxtda ola, o 300 ilin hər saniyəsini qorxa-qorxa. Həyat deyil, insan yaşayışı deyil bunların yaşayışı. Bu da hara qayıdır əzizlər? Yahud protokolları bəhsimiz var idi, bağlanan kanallarımıza. Burada da bəzilərini təkrar xidmətinizə çatdırırıq. Siyonist Yahud protokolları, framasionerlərin proqramları ki, framasioner proqramının ən böyük coğrafi və strateji oyunlarından biri Türkiyə dövlətinin saxlanılması idi və Atatürkün gətirilməsi idi. Onların protokollarında nə gətirir? Deyir ki, biz hakimiyyətlər və hakimiyyət sistemləri və beynəlxalq qanunlara biz nəzarət eləməliyik. Bizim nəzarətimizdədir. Və iki, piramida, zillət piramidasından danışmışdıq ha. Başda oturana işləyir hamısı. Və bu piramidanın kiçildilmiş modelləri bu piramidanın başında oturan framasionerə xidmət edən Erdoğan kimi kuklaların hökumətlərində də tətbiq olunur. Diktator sistemi. Aşağı getdikcə çoxalır şaxələr və şaxələr millətin başında sınır. Azərbaycanda İlham Əliyev sistemi də elədi, Türkiyədə Erdoğan sistemi də elədi. Hərəsi özünə uyğun, öz xalqının mədəniyyətinə, nə bilim, davranışına uyğun. Amma hər birində bu piramida, zillət piramidası var. Və protokolların birində də, Yahud protokollarının birində də nə deyir? Xalqlar başsız qala bilmədiyinə görə heç bir insan fitrətən rəhbərsiz qala bilmir ictimai baxımdan. Ona görə də deyir, biz istədiyimiz hakimiyyətləri devirə bilirik. Lazım olan vaxtda ixtişaş yaratmaq lazım olan vaxtda.
istədiyimizi yedirtmək üçün. Və belə nəzərə çatır ki, Siyonist quduz iti və Amerika, onun atası ki, müqavimət cəbhəsi Siyonist itini və onun atasını yandırmaqda davam edir, hər tərəfli döyüş baxımından. Bunlar bir çox məqsədlərlə, həm Davud ulduzu məsələsi, həm müqavimətdən aldıqları yaranın dərinləşməsi və çarəsizliklərin və əsəbiliklərinin artması səbəblərindən də dəfələrlə sözünü verdiyimiz və neçə ildir təkid etdiyimiz üzərə və son proqramlarda məxsusi təkid etdiyimiz üzərə Erdoğan pik nöqtəyə çatdırmalıdır rəqslərini. Mümkündür ki, İmamoğlu məsələsində hadisələrin daha da qızışa biləcəyi ehtimalı bundan da qaynaqlansın. Yəni, bir sözlə, zillət piramidasında bunları idarə edən evangelizm, istəyir Azərbaycan hökuməti olsun, istəyir Türkiyə və bunlar kimi hökumətlər olsun, bunlar kürsüsündən qorxduğuna görə qüdrət sevgisi, hakimiyyət sevgisi bilirsiniz, insanın ən bədbəxt eləyən məsələdir. Bunlar öz hakimiyyətlərini əldən verməmək üçün hər bir oyuna razı ola bilərlər. Bir, bu tərəf ehtimalı var və Suriya ehtimalını dediyi Kürdlər məsələsi ilə təzyiq gətirmək. Və bir də mümkündür də, ona görə deyirəm, hadisələr hələ çaldı, bunlar hər saniyə dəyişikliklər baş verir. Tam dərin təhlil etmək üçün hələ tezdir, bizim nəzərimizdə. Mümkündür də, bəli, Erdoğanın artıq, belə deyək də, kəməri işləmir, yaxşı rəqs edə bilmir. İmamoğlu məsələsi ilə, ola bilsin, İmamoğlunun özü deyil, İmamoğlunun özünü qaldırsınlar, gətirsinlər və yaxud da İmamoğlu özü kənara getsin, digər bir variant və heç kimin gözləmədiyi bir variantla Türkiyədə hakimiyyət dəyişikliyi də olsun. Hər iki başlıdır 50-50-yə də. Hakimiyyət dediyimiz kimi, hakimiyyət dəyişikliyi olmaya da bilər ki, Erdoğan güclü rəqs eləsin, görək. Ola da bilər dediyimiz ikinci variant. Amma hər halda zillət piramidasının nəticəsidir. Və hər halda sülh yaxındır, sizləri sülhün sahibinə əmanət edir.